Deməli, belə bir müştərimiz də var. Bu detalı gətirdi, verdi. Bu detalda müştərinin ən çox qorxduğu şey odur ki, qardaş, gəl buna bax. Bax, bizim printerlərin ölçüsü 50 sm qədərdir və bu detal burada təkdə çıxa bilmir. Çünki hündürlüyü zadı, yəni hündürdür də. Ona görə iki hissədən çıxartmağa məcbur olmuşuq. Amma görün necə çıxır. Bax, bu detalın orijinali. İndi bunun birləşməyinə bax. Bax. Millimetrovka deyirlər, nə deyirlər, yəni ondan da tərtəmiz birləşmə. Gözlə bunu götürüm qoyun bura. Bax. Görürsünüz, necə birləşir. Yəni bu detalda iki hissədən çıxartdıq. Müştəri götürəcək, aparır, bu maşın təkərinin üstüdür. Hətta belə də göstərim sizə. Dəqiqə, biraz mənim belə birləşdirmə qabiliyyətim yaxşı deyil. Ustalıq bacarıqlarım azdır da, amma gəlin baxın. Necədir? Bunu müştəri götürəcək, buradan bura birləşdirəcək, apar qoyacaq maşının üstünə. Təkərin üst hissəsidir. Və qardaş, biz bunu əlimizlə bölmürük. Yəni metro ilə götürək, ölçək, zat elə şey yoxdur. Məni çək, aranı çəkirsən. Bunu sistemdə, kompüterdə detalı tək formada taranır, tək formada kopyalanır. Kompüterdə qoyulur proqrama və hardan istəyirik, oradan da bölüb iki hissədən çap edirik. Yəni bunu buradan belə tarayır. Yəni kopyalayıb, sonra bunu çıxardım, sonra bunu çıxardım, yox, təkdə. Yəni hətta bilənlər bilmirəm, bilir, belə elastik detalların çapı çox çətin olur. Niyə? Çünki bunu qoyursan belə tarayırsan, bir də belə tarayırsan, hər dəfə bir tərəfə əyri olduğuna görə biraz problem çıxardır, çətin olur. Ona görə belə dizaynerimiz çox işləyir deyə belə detallarda cüzi qiymət fərqi olur, amma yenə də super çıxır. Gördüyünüz kimi əlanın əlası çıxır. Kimə nə lazımdırsa profildə əlaqə nömrəsi var, əlaqə saxlaya bilərlər.